Mən Sultanova Afaq Vaqif qızı 8 yaşından idmanla məşğul oluram. 4 il karate idman növü ilə məşğul olmuşam. 13 yaşından isə judo idman növü ilə məşğul olmağa başlamışam. Bir çox uğurlarım var. Dəfələrlə Azərbaycan çempionu oldum. Beynəlxalq yarışların qalibi və mükafatçısı oldum. Və universal döyüş üzrə də Avropa və dünya çempionuyam. Eyni zamanda universal döyüşdən də idman ustasıyam. Hacmə, yaxşı, surətə. Nuriyə, çək, üstümə çək, qaldır əllərini. Rəhcət, əla uşaqlar, əla. Gözlərimdəki anadan gəlmə keratokonus xəstəliyinə görə həkimlər məsləhət gördülər ki, artıq məşq eləmək olmaz, əməliyyat olmalıyam. Əməliyyata hazırlaşırdım artıq. Bu barədə Paralimpiya Federasiyasının xəbəri oldu və təklif gəldi ki, Paralimpiyanın judo idman növündən yarışlara qatılım. Və təklifi qəbul etdim və özüm də çox sevindim. 2010-cu ildə dünya çempionu oldum. 2011-ci ildə də eyni zamanda dünya çempionu olub. 2012 London Paralimpiya oyunlarına lisenziya qazandım. Vətənimizi yüksək səviyyədə təmsil edib London Paralimpiya oyunlarının qızıl mükafatçısı oldum. Və Prezident İlham Əliyev tərəfindən şöhrət ordeni ilə təltif olundum. 2017-ci ildə Azərbaycanda keçirilən İslam oyunlarının da qızıl mükafatçısı oldum. Azərbaycan təmsilçisi Afaq Sultanova qalib gəldi. Hal-hazırda Azərbaycan Judo Federasiyasında yalnız qızlara məşq keçirəm və istəyirəm ki, mənim uğurlarımı tələbələrim davam etdirsinlər. Afərin qızlar, əla! Afərin! Rəhcət, əla uşaqlar, əla! Uğura gedən yol çox çətin olsa da, lakin uğur qazandıqdan sonra bu qələbə bizə çəkdiyimiz əziyyətləri unutdurur.